Diqqət, bu ərazidə təhlükəli vəziyyətlə bağlı xəbərdarlıq edildi. Son günlər yağan intensiv yağıntılar nəticəsində Bakının Bibiheybət yolunda mövcud sürüşmə sahəsi aktivləşib. Eyni zamanda Xətai rayonunun Zığ və Səbail rayonunun Badamdar qəsəbələrinin ərazisində, Salyan şosesində də sürüşmə sahələrində aktivlik qeydə alınıb. Bununla əlaqədar Bakının Bibiheybət yolunda torpaq sürüşməsi təhlükəsi ilə bağlı hərəkət qismən məhdudlaşdırılıb. Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Fövqəladə Hallar və Daxili İşlər Nazirlikləri birgə məlumat yayıb. Sürücülərdən alternativ olaraq 20-ci sahə adlanan ərazi vasitəsilə hərəkət etməklə köhnə Salyan şosesindən istifadə etmələri xahiş olunur. Hazırda aidiyyatı qurumlar tərəfindən ərazilərdə müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir.